Salam, hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim. Bu günlərdə yeni bir maraqlı sualla qarşınızdayım. Bu sual tərəzilər bölməsinə aid olan suallardan biridir və bu suallar əlaqəlidir əsasən fizika fənni ilə bağlı. 8-ci sinif və 9-cu sinif fizikada fənninin tədrisini alan yoldaşlarımız daha da yaxşı bilərlər bu tip sualların həllərini. Gəlin suala nəzər yetirək. Sualın şərtində bizə verilir ki, verilən tərəzi və yaxud da verilən link tarazlıqdadır. Bu halda x-i tapın. Bu tip sualları həll etmək üçün biz bölgülərin qollarını olan atılmış çəki daşlarına vururuq və hər tərəfi bir-birinə bərabər eləyirik. Yəni necə? Yəni buradan saydıqda 1, 2, 3 bölgü var. Yazıram onda 3 vurulsun 10. Üzərinə gəlinsin. Saydıqda 1, 2, 3, 4, 5, 6, 7 bölgü var. 7 vurulsun 20. Bərabərdir nəyə? Bərabərdir sağ tərəfdəki bölgü ilə çəki daşlarının hasilinə. Buradan 1, 2 bölgü olduğunu görürəm. 2 vur 10, üzərinə gəlinsin. 1, 2, 3, 4, 5 bölgü olduğu üçün 5 vurulsun x-ə. Buradan həll eləyəndə alıram 30 üstəgəl 140 bərabərdir nəyə? 20 üstəgəlinsin 5x-ə. Buradan da alıram ki, 170 bərabərdir 20 üstəgəl 5x-ə. Buradan da alırıq ki, 5x tapmaq üçün nə edəcəm? 170-dən 20 çıxacam. 5x bərabərdir 170 çıx 20. 5x bərabər olur 150-yə. Buradan da alınan nəticə ondan ibarətdir ki, mən 150-ni 5 yerə bölməklə alıram ki, sən demə x çəki daşının qiyməti 30-a bərabər imiş. Əgər siz də bu tip məsələlərin həllini çəkirsinizsə, bioda YouTube kanalı linkini yerləşdirmişəm. Oradan keçid edərək tərəzi məsələləri adlı başlıqdan tərəzilərə aid olan məsələ tiplərini tanış olub, o haqda qaydanı izləyə bilərsiniz. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.